Allah bu Hökümə xanıma rəhmət eləsin, Əliyevaya. Təyyarədə şəhid olan bizim xanımıza, milli qəhrəmanımıza. Və bu gün bütün saytlar üzərində mən baxıram dostlar. Deməli, bu xanımla bağlı film çəkilir. Bu xanımla bağlı deməli, dər hazırlanır. Bu xanım ilahiləşdirilir. Təsəvvür edirsiniz? Yəni mən çox xahiş edirəm, məni yanlış anlamasın heç kəs. Məni heç kəs yanlış anlamasın. Necə ki, Hacı Şahini ilahiləşdirdilər. Bugün də bu Hökümə xanımın üzərindən bir qrup belə bir şeylərə cəhd edirlər, ilahiləşdirirlər. Və maraqlıdır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gözlərini qırpmadan belə, bilə-bilə ölümə gedənlər, yəni bu xanımdan yaxud da fərqli olaraq, bilə-bilə ölümə gedənlərlə bağlı bu qədər Azərbaycan mətbuatında məlumat dərc olunmur. Nə onların büstü qoyulmur, nə onlarla bağlı film çəkilmir. Mən iddia ilə mən demirəm ki, bu xanımla bağlı film çəkilməsin, büstü qoyulmasın. Amma mən hökumətə irad bildirirəm ki, ilahiləşdirdiyin şəxs əslində bunlar olmalı deyil. İlahiləşdirdiyin şəxs əslində sənin alnından o ləkəni silənlər olmalıdır. Yəni bugün Mübariz haqqında bir film çəkilmirsə, Polad Həşimov haqqında bir film çəkilmirsə və yaxud da onlardan daha qəhrəman oğlanlarımız var ki, bizim bugün onlar şəhid olmayıblar, qəhrəmandırlar, amma onlara qəhrəmanlıq verilməyibdir. Bu oğullar haqqında film nə qədər çəkilməyibsə, belə xanımların, belə şeylərdə şəhid olanların adına filmin çəkilməsi yanlışdır. Yanlışdır. Azərbaycan cəmiyyətində bu günlərin təbliğ olunacaq. Azərbaycan övladına orta məktəbdə təbliğ olunacaq. Dərslik kimin öyrədiləcək. Bizim o qəhrəmanlarımızdır. Təbii ki, bu xanım haqqında da müxtəlif yerlərdə müxtəlif materiallar dərc oluna bilər, büst qoyula bilər, nələrsə elə. Amma bu xanımı gətirib bu günlərim bizim şəhidlərimizdən, bizim qazilərimizdən, bizim veteranlarımızdan önə çəkmək, onun haqqında dərhal film çəkmək, onun haqqında büstlər hazırlamaq, heykəllər hazırlamaq, bu tamamilə yanlışdır. Mən hesab edirəm ki, bizim şəhidimizə, qazimizə, veteranımıza bir həqarətdir. Bu olmamalıdır. Olacaqsa bunlar arxa planda olmalıdırlar. Bunlar şəhidlərdən qabağa geçə bilməzlər. Bunlar vətən üçün canını qoyan veteranlardan, qazilərdən önə keçə bilməzlər. Canlı yaşayan milli qəhrəmanlar var. Canlı yaşayan qazilər var. Şəhid olan bizim qəhrəmanlarımız var ki, onların haqqı yeyildi, tapdandı. Bugün qazilərimizin haqqı yeyildi, tapdanır. Veteranlarımızın da haqqı yeyildi, tapdanılır. Mən xahiş edirəm, mənim bu çıxışımı başqa bir yerə yozmasınlar. Mən müqayisə edirəm. Müqayisə edirəm sadəcə. Ayıbdır bizim mətbuatımıza, ayıbdır bizim kinematografçılar adını da deyə bilməm düzəmə. O kino çəkənlərimizə, rejissorlarımıza, senaristlərimizə ayıbdır bunların hamısına. Anmaq lazımdır, xəcalət çəkmək lazımdır. Sən evində mışıl-mışıl uyuyanda, yatanda o uşaq cavan canını apardı, erməni gülləsinə fəda elədi. Gözünü qırpmadan ölümün üzərinə getdi. Qanın içində qaldı. 3 sutka, bir ayağı yox, tankın altında ac susuz yatdı. Budur qəhrəman. Sən bunu çəkməlisən. Sən bunun haqqında filmlər çəkməlisən. Sən Azərbaycan oğlunun ağzından qızına bunu təbliğ eləməlisən. Amma bu demirəm, bunu eləməməlisən. Bunu da eləməlisən. Amma yerində, hər şey yerində olmalıdır. Bizi bu günlərim bu ləkədən qutaran oğullarımızı biz görməzdən gələ bilmərik. Ayıbdır, sadəcə bizə ayıbdır. İndi duracaq bəzi ağzı göçərlər deyəcək ki, Vüqar bəy, sən niyə buna qısqanclıqla yanaşırsan və yaxud da niyə belə fikirlə səslən və yaxud da onun qohumlarının acığına gələcək mənim dediklərim. Amma xahiş edirəm bunu səmimi qəbul eləyən. Mən gerçəkləri çalışıram deyən. Bu günə qədər 2020-ci ildən, 2016-cı ildən, 94-cü ilə qədər, 94-dən bəri olan 2 dənə cəmi Yüngülvara film çəkilib. Vəssalam şu tamam. 2020-ci ildə bu qədər qəhrəmanlıq eləyən övladlarımız, 94-cü ildə qəhrəmanlıq eləyən bizim övladlarımızın heç birinin haqqında film çəkilməyib. Biz bugün utanmaz götürürük, Mehdi Hüseynzadənin filmini başqa bir film tapa bilmirik deyən onu veririk. Xəcalət çəkməlik. Hani bunun kino rejissorları? Hani bunun iş adamları? Hani aparıb Şakiranın döşünün üzür istəyirəm ifadəmə görə sinəsinə 1 milyonluq çek basan Azərbaycanın iş adamları ölüblərmi bunlar? Ölüblərmi? Niyə onlar bu qədər pul xərcləyib? Hökumət xərcləmir bəlli.
Niye sizler pul xərcləmirsiniz? Niye iş adamları pul xərcləmir burada? Neye göre turizm şirkətinin, turizm agentliyinin rəhbərliyi milyoner olmalıdır? Neye göre? Bizim bu kadar qəhrəmanlarımız haqqında film çəkilməməlidir. Deyə bilərsinizmi? Deyəməzsiniz. Vüqar vardı mənim adaşım. Arıq, cılız. 9 nəfərin ortasına qumbara düşür. Qəhrəman budur. Özünü atır qumbaranın üstünə, partlayır. 9 nəfəri xilas eləyir. Jurnalist ondan müsahibə götürür hospitalda. Deyir, niyə sən özünü qurban elədin? Deyir, o an ağlıma gəldi ki, bu 10 nəfərin içində bir mən subayam. Ölərəmsə, mənim arxamca ağlayan bir anam olar. Mənim körpəm qalmaz arxadına. Budur Azərbaycan qəhrəmanı. Sən buna film çəkməlisən. Buna sənətli film də çəkməlisən. Bədii film də çəkməlisən. Sən buna büst də qoymalısan. Heykəl də qoymalısan. Adına məktəb də verməlisən. Adına küçə də qoymalısan. Hər şey eləməlisən. Bunu sən eləməsən. Borcundur bir dövlət kimi. Bir hökumət kimi. Amma sən eləmirsən. Sən eləmirsən. Sən mübariz kimi oğlanı kölgədə qoyursan. Hər dəfə mən demişəm, bu gün də deyirəm, mübarizdən 10 qat 2020-2023-cü ildə 10 qat güclü oğlanlarımız olub bizim vətən müharibəsində. Canlarını fəda ediblər. Onların birinin də adı yoxdur. Bu gün Azərbaycan mətbuatı düşüb, hamı ki film çəkilir, film çəkilir, film çəkilir. Çəkilsin. Problem yoxdur. Amma onlardan sonra onları kölgədə qoymaq şərti ilə yox. İnsanların içərisində mənim dediklərim var. Sadəcə dilə gətirə bilmirlər. Mən onu dilə gətirirəm. Mən xətirlərinə dəyəcəyəmsə, bu hökmə Əliyevanın bütün qohum əqrabasından, bunun bütün əzizlərindən mən dönə-dönə buradan üzr istəyirəm. Əgər onların qəlbinə dəyirəmsə. Amma inciməsinlər. Mən hökmə xanımla bağlı iradımı demirəm, eləməyin, eləyin deyirəm. Amma onlardan sonra bu bir təyyarə qəzası idi. Bir terror hadisəsi idi. Oldu, bitdi. Bunlar ölümə buradan uçub getməmişdilər. Amma o uşaqlar buradan ölüm üçün getmişlər ora. Tək budur. İlahiləşdirəcəksə, birinci bunları ilahiləşdirməliyik.